Fast foodlardan evladlarımızı necə uzaq tuta bilərik? Fast food dedikdə bura tez hazırlanan, yəni sürətli hazırlanan qidalar daxildir. Bu hamburger, pizza, pide, lahmacun kimi asan hazırlanan hazır qidalardır. Hansı ki bu qidaların istifadəsi yaxşı bişməmiş ət olduğuna görə tərkibində bu qidalar mədə-bağırsaq üçün zərərli olan qidalardır və həmçinin bu qidalarda qatqı maddələri də olur ki, bu uşaq orqanizması üçün zərərlidir və bu qidalara bağlı olan, asılı olan ən az gündə bir dəfə bu qidalarla qidalanan uşaqlarda kilo problemləri, mədə-bağırsaq xəstəlikləri, qəbizlik problemi və həmçinin immunitetin aşağı olması, gluten götürməməzlik, gluten həssaslığına bağlı qarında şişlik, köp, sancı, narahatlığın olması və yüksək karbohidrat tərkibli olduğuna görə bu qidalar uşaqlarda şəkərli diabet riskinin olması, ürək-qan damar xəstəlikləri, piyələnmə, qaraciyərə bağlı xolesterin, triqliserid mübadiləsi pozğunluğu problemləri ola biləcəyinə görə evladlarınızı fast foodlardan uzaq tutmalısınız. Bunu necə etməlisiniz? Əvvəlcə azaldaraq, yəni intervalı uzadaraq. Əvvəl hər gün fast food yeyirdisə uşaq bunu minimum həftədə 2 dəfə, sonra ayda 2 dəfə, sonra da ən az ayda 1 dəfə olmaqla ən çox yedirə bilərsiniz. Ayda 1, ondan çox olmaz. Çünki bu qidalar mədə-bağırsaq üçün çox zərərli qidalardır. Yeri gəlmişkən dönər də fast food tipli qidalara aiddir. Hansı ki bu da çox zərərli olan bir qidadır və uşağın gündəlik dönər istifadə etmək, xüsusən də məktəbə gedən, hazırlığa gedən uşaqların bu qidadan davamlı istifadə etməsi onun sağlamlığı üçün çox təhlükəlidir. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.